Salam dəyərli balıq bürcləri, hər birinizi salamlayıram, xoş gördük deyirəm. Sizin üçün də bugün may ayının 1-dən iyunun 7-sinə qədər olan proqnozu oxuyacağım. İlk öncə bunu söyleyeyim, videomu bəyənirsinizsə like etməyi unutmayın, zəhmət olmasa. Və şəhərlərdə, direktdə yaza bilərsiniz, mən balığam və balığa aid bir xüsusiyyətinizi yazın. Bürcünüzdən bir xüsusiyyətinizi yaza bilərsiniz. Bu mənim üçün çox önəmlidir, mən özüm üçün qeydlər aparıram. Sualınız da olarsa yaza bilərsiniz, mən cavablandıraram. Dəyərli balıq bürcləri, hissiyatlı balıq bürcləri. Balıq bürcləri çox hissiyatlı olur. Onlar hətta yuxuda da belə, yatana da belə, yuxuları da belə çox zaman için çıxır. İşarələr, onlarda hissiyat, aura çox yüksəkdir. Dəyərli balıq bürcləri nə gözləyir may ayının 1-dən? Venera var, gözəllik var, sağlamlıq var, maddiyyat var, pul var. Balıq bürcləri üçün çox yaxşı gəlirli ay olacaq ümumiyyətcə. Öz gəlirlərindən artıq gəlir gələ bilər. Amma çox yerə də pul xərcləyəcəklər balıq bürcləri, çox yerə. Amma burada belə bir nüans var ki, xeyir üçün, xeyir iş üçün. Ola bilər öz övladlarının xeyir işi üçün, ola bilər özlərinin xeyir işinə, ola bilər məsəl üçün bacı, qardaş, kiminsə ad günü olsun, doğum günü və yaxud xeyir iş ola bilər, nişan, ziyafət, xınayaxtıdır, toydur falan filan. Nəyəsə pullar xərclənəcək, nələrsə alınacaq, hədiyə yox, hədiyələr. Və yaxud sizə gələ bilər hədiyyə, sizin üçün xeyir iş ola bilər, xeyir iş üçün söhbət ola bilər. Bəzi balıq bürcləri boşanmaya imza atacaqlar. Amma bu xeyir olacaq. Yəni, köhnədən, negativdən, sıxıntıdan qurtarırsınız və yeniyə keçirsiniz. Bəzi balıq bürcləri ümumiyyətcə imza atacaqlar yeni ailəyə. Transfer çıxır bir evdən digər evə. Amma o evi də itirmir. Yəni bu xanımlar ola bilər, gəlin köçəcəklər və yaxud bəy ola bilər. Hansısa bir evi var, daha bir yeni ev alacaq. Yəni o köhnəni itirmir və yaxud məkanı dəyişir. Bəzi insanlar var ki, bəzi balıq bürcləri daha doğrusu, yəni burada bir işi varsa, məsələn, gözəllik salonu işlədirsə, digərini də aça bilər. Yəni o birini itirmədən. Yeniliklər çıxır, yeniliklər. Övlad çıxır, övlad xəbəri ola bilər, bəzi balıqlar ola bilər hamilə qalsın, hamilə xəbərini eşitsinlər və uzun müddət. Çünki burada uzun müddət hamilə qalmayan xanımlar və yaxud övladı olmayan bəylər var. 6, 16, 9, 3 il gözləyənlər var. Ola bilər onlar uşaq xəbəri eşidəcəklər ki, eşitsinlər Allah qoysa. Pul, qazanc, bərəkət çıxır. Ayın sonuna doğru da sizdə pul, qazanc çıxır. Yeni işlər çıxır. Bəziləriniz imza atacaqsınız yeni işlərə. Bəziləriniz ola bilər ümumiyyətcə səfərə çıxasınız. Səfərə hazırlaşasınız. Xeyirli söhbət üçün, xeyirli danışıq üçün və s. və axır. Balıq bürcləri üçün qısa məlumatdır bu ay üçün, amma çox tutarlıdır məncə. Balıqlar, mən sizə uğur arzu edirəm. Ürəyinizə nə arzularınız varsa yerinə yetsin. Yarım qalan işlərinizi hamısını bitirəsiniz. Dəyərli balıq bürcləri, videonu like edib bəyənməyi unutmayın. Yenə deyirəm, şəhərdə, videoda yaza bilərsiniz öz fikirlərinizi. Əsas da bunu vurğulayayım. Mayın 12-si Polnaluniyadır. Dolu ayda ümumiyyətcə qazanc, pul, gələcək hər bir bürc üçün olacaq Allah qoysa. Yəni bunu da dəyərləndirin. Yəni bunu biləsiniz. Uğurlar arzu edirəm hər birinizə, dəyərli balıq bürcləri.